Hörmətli Azərbaycan qadınları, analar, bacılar, sizləri Bakı Ağrı Klinikası kollektivi adından təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, rifah, səadət, xoşbaxtlıq dolu ömür arzulayıram. Ümumiyyətlə, mən qeyd etmək istəyərdim ki, son zamanlar dünyada olduğu kimi, eyni zamanda ölkəmizdə, cəmiyyətin inkişafında, sosial problemlərin həllində, elmi addımların atılmasında, idarəçilik sistemində xüsusən qadınlarımızın rolu olduqca gündən-günə artmaqdadır. Və bu artım həyatın bütün sahələrinə onun inkişaf etməsinə, irəliləməsinə təsir göstəribdir. Eyni zamanda qadınlar bütün bu cəmiyyət quruculuğu ilə yanaşı, həm də ailə quruculuğunun əsası sütunudur, bel sütunudur və ailənin mənəvi dəyərlərinin qorunmasında çox əhəmiyyətli bir, zəncirin əhəmiyyətli bir hissəsidir. Mən sizə şəxsi həyatımızda, profesional həyatımızda, ailə həyatında böyük uğurlar, ən var olan, ən lazımlı olan nemət can sağlığı arzulayıram.